Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Bu dəfə sizi səhər yeməyi ilə qarşılayıram, daha doğrusu salamlayıram. Deməli, 6 bazarlar bizdə həmişə xüsusi səhər yeməyi olur. Çünki yoldaşım evdə olur. Həftə içi biz özümüz uşaqlara başqa bir şey hazırlayıram. Özüm duran kimi yeyə bilmirəm. Mənim özümün həftə içi səhər yeməyim elədir ki, gərək mütləq evləri səliqəyə salım, uşaqları yedizdirim, sonra özüm nəsə yeyim. Ev tört-töküntü qalsa mən səhər yeməyimi yeyə bilmirəm, amma 6 bazarlar dəyişir. 6 bazarlar mütləq səhər yeməyimizi yeyirik birlikdə. Sonra isə başlayıram işimi, gücümü görməyə. Bizdə həftə içi yoldaşımda da elədir ki, özü durur səhər-səhər işə gedir, səhər yeməyi hazırlamıram. Yəni durum, yola salım, elə bir şey eləmirəm. Həm də biraz da ona görə də bütün bu həftə içinin günahını istəyirəm ki, həmişə 6 bazarlarda çıxım. Yadımdadır, vloqların birində mən danışmışdım ki, bəs yoldaşımı işə salmıram, səhər özü durur gedir, yemək hazırlamıram. İnanın ki, mən az qala qızlar öldürsünlər, direkt olsun, yorumlar olsun ki, mən eləsəm məni öldürərlər, ay məni boşayarlar, mənim günüm qaradır. Vallahi bu mövzuda mən sizə bir söz deyə bilmərəm, sizi qınayıb məsləhət verə bilmərəm. Hərənin bir orqanizması var, hər ailənin bir rejimi var, sistemi var. Mənim yoldaşımın biraz mədə problemləri var. O səhər-səhər durub nəsə yeyəndə mədəsi ağrıyır. Ona görə də səhər duran kimi o da mənim kimi yemək yemir. Gedir sakitcə işində, onlarda işdə elədir ki, şərait var, çay olsun, kofe olsun. Öz səhər yeməyini işdə yeyir. İndi isə keçək mənim hazırladıqlarıma. Deməli, mən pomidor yumurta hazırladım. Yoldaşım çox sevir. Mən pomidor soymağı xoşlamıram. Ona görə həmişə də belə üsulla hazırlayıram. Bunu da ki, qonşumuzdan görmüşəm. Ondan sonra mən də belə edirəm. Mənə belə daha rahat gəlir sözün düzü. Və elə bilirəm ki, daha tez olur. Əlim pomidora batmır. Ümumiyyətlə, məndə belə bir şey var. Hər şeyə əl vura bilmirəm. Tiksinirəm, ətim ürpənir. Yəni, götürə bilmirəm də. Bəzi şeylər var ki, onlara toxuna bilmirəm. Ancaq gündəlik həyatımda məcburam, mətbəxdəyəm, iş görürəm, yemək pişirirəm. İstər-istəməz pomidordur, kartofdur, toxunmalıyam onlara və inanın ki, əziyyət çəkirəm. Hələ mən öz üstümdə bir xeyli işləmişəm. Bir neçə şeylər vardı ki, artıq onları əlimə götürə bilirəm, toxuna bilirəm. Bilmirəm, sizdə də belədir, yoxsa yox, zəhmət olmasa mənə yazın. Əgər belə olubsa, düzəlmisinizsə, necə olub, necə tərk etmisiniz bu xasiyyətinizi, inanın mən çox əziyyət çəkirəm. Bir də elə bilirəm ki, mən heç vaxt heyvanlara toxuna bilmərəm. Bu da əsas yaralı yerimdir. Qoyun bunu da deyim, mövzunu burada bağlayım. Deməli, mənim uşaqlarım heyvanları o qədər çox sevirlər ki, bizdə ayaz olsun, harda pişik gördü, gedib sığallayacaq. Düzdür, itlərə yaxın getmir. Ancaq pişikdir, quşdur, çalışır ki, əl vursun, toxunsun, sığallasın, qucaqlasın. İnanın, mən onun o pişiyə əl vurmağını belə görəndə artıq pis oluram, halım çönür. Özüm ki, bir neçə dəfə pişik sığallamışam, götürmüşəm və pişiyi götürəndə o dərisinin altındakı sümüyü hiss eləmişəm, belə deyim də. Pişiyin bütün orqanlarını hiss eləmişəm və bütün ətim ürpənib. Həmişə ayaza gedib pişiklərə toxunanda və yaxud qucağına alanda o yadıma düşür. Həmin o özümün pişiyə toxunmağım, o pişiyin bütün sümüklərini hiss eləməyim yadıma düşür. Bilmirəm, siz də beləsiniz, yoxsa yox. Və qəti baxa bilmirəm də. Uşaqlar da götürəndə həmişə acıqlanıram ki, qoyun pişiyə əl vurmayın, pişiyə toxunmayın. Bilirəm ki, yaxşı bir şey deyil. Ancaq ki, bu özümdən asılı olan bir şey də deyil. Hazırlığımın arasında yumurtalı çörək də var idi. Mən yumurtalı çörəyin yumurtasına süd də əlavə edirəm. Əgər eləməmisinizsə yoxlayın və südünü biraz bol eləyirəm. Biz belə xoşlayırıq və çox da ləzzətli olur. Həm də bu yumurtalı çörəyi iki cürə də hazırlaya bilərsiniz. Həm duzlu, həm də şirin. Bizim uşaqlar şirin xoşlayır. Ona görə mən həmişə şəkər tozu əlavə edirəm. Ancaq duzlu da dadlı olur, ləzzətli olur. Hər kəsin bir ağız dadı var. Bəzi şeyləri gərək özünüz hazırlayıb dadına baxasınız. Nəhayət ki, çörək dalınca gedənlər gəldilər. Dedim, yəqin bunlar təndirə özləri çörək yapırlar. Hər bir şeyi hazırladım. Səhər yeməyimiz belə alındı. Ayaz özünü aldırıb, yəni bu artıq idi, aldırıb, amma eyb yox. İşte belə, bizə nuş olsun. Çayları da töküm. Unutdum sizə deyim ki, səhər uşaqları çörək dalınca göndərmişdim. Onlar gəlib çıxana kimi mən bütün hazırlıqlarımı bitirdim. Əgər uşaqlı evdə tort varsa, çayımızı da tökmüşük. Nə edirik? Təbii ki, üfləyirik. Ayaz nə vaxtdan da tort istəyirdi. Atası ona tort alıb. Elə qabında qalsın məncə. Geri qab gətirərdim buna. Eyb yox. Belə. Qoyaq.
Bismillah edib yandıraq. Bir də belə bir lazer alıblar 6 manata. Çox qəşəng maraqlı lazerdir. Başladıq, üfləyin. Bizdə nə olursa olsun, tort, biskvit, şirniyyat fərqi yoxdur. Onun üstünə mütləq şam qoymalıyıq və hərəsi 1-2 dəfə üfləməlidir. Yoxsa ki bizim günümüz qaradır. O şirniyyatı ağız şirinliyi ilə də yeyə bilməyəcəyik. Ona görə də bu başdan öz işimizi bilirik. Ataları bunlara bir dənə belə lazer alıb və çox maraqlı lazerdir. Hər bir şeydə olur. Maraqlıdır. Spider-Man de olur. Spider-Man de olur. Buyur. Dostlar Spider-Man de olur. Dostlar, Spider-Man de olur. Gəlin tortumuzu kəsək. Bu lazerləri də çox bəyəndim. İnanın ki, elə uşaqlar qaldılar qıraqda, elə özüm oynadım. Çox maraqlı idi. Bizdə Ayaz lazer sevir, həvəskarıdır. Ona görə də çalışırıq ki, rastımıza maraqlı lazerlər çıxdıqca alaq. Ayazı alıb Nuraya almamaq olmaz. Nuray düzgün çox da xoşlamır. Ancaq yenə də qoy könlü olsun deyə həmişə ona da alırıq. Bunu ikisi də bəyəndi və xeyli vaxtda oynadılar. Düzdür, sabaha Ayaz qırdı özünkünü, amma yenə də eybi yox. Ceyceyzlərimi gətirib tökmüşəm burada qəşəng. Xırda bir buzluq hazırlığı edirəm. Deməli mənə bu pomidorlar pay gəlmişdi. Çox idi, artıq xarab olurdu və bu biberlər də paydı. Belə xırda-xırdadır biberlər. Ona görə xarab olmağa doğru gedir. Neçəsini atdım, pomidorların neçəsini atmışam. Yuyub çöndərmişəm. Belə artıq çürüməyə doğru gedirlər deyə belə bilinmir. Baxıram ki, videoda qəşəng görsənirlər. Amma çürümə aşamasındadılar tüklər demiş. Ona görə bunlarla xırda bir buzluq hazırlıq edəcəm. Belə qablarım var balaca. Bunlarla keksə bişirmişəm sözün düzü. Qəşəng də çıxıb. Amma indi istəyirəm ki, bunları çəkin blenderla, doldurun bunlara və dondurun. Belə dondurulmuş pomidor mən eləmişdim bir dəfə. Çox da qəşəng alınmışdı. Bunları təbii ki, qışa hazırlamıram. Qışa saxlatmayacağam. Bu ərəfələrdə də, yəni xərab olmasın, heyifdir. Uşaqların da səsi gəlir. Nəysə, mən başlayayım yavaş-yavaş. Buradan da film açmışam. Qəşəng. İşimi görüm rahat-rahat. Məni artıq vloqlarımdan tanıyırsınız ki, mən buzluq hazırlıqlarını sevirəm və imkan olduqca da, fürsət düşdükcə də hazırlayıram. Bu dəfə də dediyim kimi pomidorlarım var idi, pay gəlmişdi. Mən özüm alanda pomidordu, xiyardı, meyvə tərəvəzdi, az-az alıram ki, təzə-təzə olsun, yeyək, bitirək. Ancaq ki, bu pay idi deyə qalmışdı. İnanın, nə qədər istifadə edirdim də, qutarmırdı ki, qutarmırdı. Bərəkətli pomidorlar idi. Nə qədər də xalacenikdə qalsalar da artıq çürüməyə başlamışdılar. Mən özüm ümumiyyətlə banka bağlamağı xoşlamıram. Xoşlamıram deyəndə ki, mənə həvəs gəlməlidir. Elə yay olur ki, bağlayıb tökürəm, qoyuram o tərəfə. Elə yay olur ki, heç nə eləmək istəmirəm. Yəni, mənim banka bağlamağım həmin yay ki, əhval-ruhiyyəmdən çox-çox asılıdır. Özümü məcbur da bilmirəm ki, ay mütləq bağlamalıyam, yoxsa mən qışda neyniyəcəm? Bəlkə də biraz rahatlığım ona görədir. Çünki indi hər şey marketlərdə var. Düzdür, ev üsulu, məsələn, leçodur, ikradır, onları çox sevirəm. Özüm onlardan hazırlayıram. Marketlərdə satılan leçolarda da ev leçosunun dadını tapa bilmirəm. Market leçolarının içi dolu olur biberlərlə. Biberin hər bir çeşidi olur, ancaq bir dənə kök orada tapa bilməzsiniz. Qışda bir dənə ev leçosudur ki, doğrudan da onu həmişə gözüm axtarır. Ancaq indi hazırlayacağım bu yay əlbəttə ki, yox. Çünki həvəsim yoxdur. Bəs sizdə vəziyyət necədir? Qış hazırlıqları edirsinizmi? Yoxsa yox. Zəhmət olmasa yazın mənə və hazırlayırsınızsa da nə hazırlayırsınız? Pratik reseptlər olsa daha çox sevinərəm. Pratik hazırlıqları mən özüm edirəm. Ancaq qazın başında durum, 5 saat nəysə bişirim, o bankanı qaynadım, bunu oradan töküm, elə şeyləri eləmirəm. Hazırlıqlarımın arasında turşular da var, onu unutmuşdum deməyi. Özüm turşu xoşlayıram deyə yayda ola bilsin ki, turşulardan qoyum. Qışda da tərəvəzlər çıxdıqca turşularımı qoyuram. Bu pomidorlarımı da belə blenderdan keçirtdim biberlərlə. Duz, heç bir şey vurmadım və belə də buzluqda dondurdum. Mən bir neçə il bundan qabaq
vaxt belə bir xeyli pomidor dondurmuşdum. O vaxtı bizdə həyətdə parnik var idi. Pomidorlarımız dəhşət çox idi. Yarısını satdıq, yarısındakı istifadə elədik, banka bağladıq, dondurduğumuzu dondurduq. Həmin yay mən bir xeyli pomidor dondurmuşdum. İnanın ki, artıq qış qurtarmışdı və pomidorların artıq sezonu gəlirdi. Mənim hələ də dondurucuda pomidorlarım qalmış. Elə videomu səsləndirərkən həmin o pomidorla olan ilim yadıma düşdü. İnanın ki, axır biz pomidor yeməkdən az qalmışdı ki, pomidora dönək. 2 gündən bir pomidor supu, pomidorlu yumurta. Yəni bütün yeməklərimizin içində o pomidor var idi. Özü də bol-bol tökürdü və pomidor bitmirdi ki, bitmirdi. İnanın ki, hələ nə qədərsini pay verdi. Qonşulara, qohumlara payladıq. Nəysə ki, həmin il bizim parnik çox bərəkətli düşmüşdü. Əgər siz də mənim kimi qazın qabağında dayanıb nəsə bişirməyi xoşlamırsınızsa, bu üsulla da pomidorlarınızı qışa saxlada bilərsiniz və çox da gözəl qalırlar. Pomidoru bütöv-bütöv dondurmağı məsləhət görmürəm, çünki don açılandan sonra dəhşətli dərəcədə yumşalır, yəni od olmur. Amma belə daha rahatdır, pratikdir. Həm də elə buzlu-buzlu yeməyinizi əlavə edirsiniz. Yəni bunu qıraqda saxladım, donu açılsın, elə eləmirsiniz. Elə buzlu-buzlu yeməyinizi əlavə edirsiniz və yeməyin içində özü açılacaq. Pomidorların yarısını belə hazırladım. İçinə biber də tökdüm, blenderladım. Yarısını belə qoyuram indi buzdolabına, belə qalsın. Amma bunları istəyirəm ki, hamısını blenderdən keçirdim. Qoyum qazda bişsin. Belə də tomat kimi bir şey olsun. Bankaya yığım. Belə. Görüm nə edəcəm bunları. Artıq xarab olurlar. İstəmirəm belə qalsınlar. İndi deyəcəksiniz ki, bu qız bayaqdan nə danışır, indi özü neyniyir? Axı mən dedim, məcbur qalmadıqca eləmirəm. Heyifdir, atılmasın deyə dedim, qoy biraz bişirim, suyu çəkilsin, sonra bankaya yığım. İnanın ki, o qədər qaynatdım, elə tomat kimi bir balaca banka çıxdı. Mən bunu hazırladığım gün elə mamagilə də getməli idi. İnanın ki, elə tərmətələşik hazırladım. Qoydum, bişdi və gördüm ki, telefonumun yaddaşı doldu. Tələsirdim deyə evdən çıxacaqdım. Dedim, eyb yox, gələrəm, telefonun yaddaşını boşaldaram. Mamagildən də o qədər yorğun gəlmişdik ki, heç telefonu belə əlimə ala bilmədim. Elə gecə ilə də təzdən bişirdim, bankaya yığdım, qoydum. O hissələrinin çəkilişini təəssüf ki, eləməmişəm. Mən pomidordan belə bir şeylər hazırlayanda, yəni tomata oxşayan, tam tomat olmayan, biraz sulu olan bir məhsul hazırlayanda ona qəti duz vurmuram. Heç də xarab olmur, qəşəng də qalır. Və burada da pomidorları qabıqlı-qabıqlı doğrayıram. Həm tələsirdim, düzü, vaxtım az idi. Həm də ki, mən onsuz da bunlar qaynayandan sonra, biraz yumşalandan sonra pomidorları belə bilirəm ki, artıq bişiblər içərisində. Onda mən bunları süzgəcdən keçirdirəm. Pomidorun toxumları olsun, qabığı olsun. Yəni bir xeyli onsuz da buradan zibil çıxır. Ona görə də belə rahat-rahat doğrayıb blenderdan keçirdirəm. İndi bəziləriniz deyəcək ki, ondan sonra bunu qabaqcadan soy. İnanın ki, mənə bu üsul daha asan gəlir. Elə bilirəm, daha pratikdir. Bəs sizdə vəziyyət necədir? Sizə görə siz nəyi pratik edirsiniz? Zəhmət olmasa o fikirlərinizi də bizə yazın. Biz də baxaq, yararlanaq. Doğrudan da burada yorumlardan. İçi mən qarışıq bir çox xanım yararlanır. Baxıram mesajlarınıza, yazırsınız ki, xəttinizə dəyməsin, falan şey keyfiyyətsizdir, falan şey baha almısınız. İnanın ki, baxıram, heç də xətrimə dəymir. Düz olanda deyirəm, düz deyirsiniz. Məsələn, mən bundan qabaqki vlogumda yağ almışdım. Bilmirəm, deyəsən, short videolarda paylaşmışam. Və o yağı mən hardasa il yarım idi almırdım. Mən o yağı alanda o qədər xoşuma gəlirdi ki, o yağın tamı, ayranı olsun, hər şeyi yerli yerində. Və artıq bu səfər alanda gördüm ki, doğrudan da əvvəlki yağın dadı deyil. Aydan aya, həftədən həftəyə ümumiyyətlə məhsulların keyfiyyəti dəyişir. İndi mən bunu almışam deyə tutub mən bunu müdafiə eləsi deyiləm ki də ki, yox, mən aldığım şey mütləq keyfiyyətli olmalıdır. Yaxşı olmalıdır. Mənim aldığıma heç kim pis deyə bilməz. Bilirəm, elə xanımlar var ki, öz aldığı məhsullara, gördükləri işlərə heç vaxt pis demirlər. Pis olsa belə pis demirlər. Amma məndə elə bir şey yoxdur. Mən aldığım şey pisdirsə deyəcəm pisdir. Öz gördüyüm işdən də heç vaxt utanmıram. Heç kim bir dəfəlik professor olmayıb, bir dəfəlik hər şeyi super bilməyib, öyrənməyib. Elə hamı yavaş-yavaş səhv eləyə, elə o pisləri eləyə axır gəlib yaxşını, düzü tapmışıq.
Ona görə elə mesajlara mən pis baxmıram, xətrimə də dəymir. Yəni o başda deyiləm, o psixologiyadan çıxmışam. Elə bir eqomda yoxdur. Bu tomatı isə marketdən almışdım. Üstündən 1-2 qaşıq istifadə eləmişdim. Ümumiyyətlə yayda çalışıram ki, tomat az istifadə eləyim. Qışda da boşlara, kərəm dolmasına falan istifadə eləyirəm. Amma gördüm ki, 1-2 qaşıq istifadə eləmişəm və üzü xarab olmağa doğru gedir və belə elə tez baza təlmə-tələsikdə hazırladım. Atdım buzluğa. Mən tomatı hər bir üsulla saxlatmışam, amma yenə də xarab olub, kiflənib. Deyirdilər üzü aşağı qoy, üstünə yağ dök, istifadə elədikcə gec xarab olsun, amma hamısı xarab olub. Amma belə donduranda qəti xarab olmur. İstədiyiniz vaxt çıxardıb istifadə edə bilərsiniz. Mama gilə gedirdik. Uşaqlar üçün, oradakı uşaqlar üçün biraz hədiyyələr aldıq. Nə almışıq? Vaxtımız varkən dedim qoşsun üçün göstərim. Deməli, birinci başlayaq Nurankindən. Mənim bacımın əkil qızları var. Və onlar üçün belə bir kaşok götürdük. Nuray əsasən istəyirdi ki, hədiyyələr alsın. Uşaqlar üçün balaca iki əksizlərə belə bir kaşok götürdük. Və bir dənə də orada balaca qızımız var. Ona da belə bir pomada. Tostu qızımız var. Orada belə bir pomada. Bunlar qızların. Ayaz isə öz dostlarına nə götürdü? İlk növbədə Ayaz özünü götürür. Özünə belə bir Spiderman oyuncağı götürdü. Və oğlanlara belə bir brulyoklar aldı. Sunkalarından asmağa, polis. Oğlanların ən çox xoşladıqları. Bir də Nuray özünə belə bir Lego götürdü. Yığmağa, yığsın görüm yığa biləcək, yoxsa yox. Belə uşaqların kiçik alışverişi bu qədər. Burada artıq səhərsi gündür və pomidorlarımız hazırdır. Kaş hər şey belə sadə olardı. Şipşak bütün işlərimiz həll olardı. Elə baxıram ki, deyirəm nə yaxşı da belə tez başa gəlir. Amma doğrudan da bunun da öz əziyyəti var, zəhməti var. Əgər sizin də evinizdə belə balaca silikonlarınız varsa və istifadə eləmirsinizsə, belə bir üsulla istifadə edə bilərsiniz. Həm qablarınız istifadə olunmuş olar, həm də belə nur topu kimi gözəl, göyçək pomidorlarınız olar. Düzü mən bu qabları keks pişirmək məqsədi ilə almışdım. Ancaq yadıma gəlmir ki, mən bunlarda keks pişirmişəm, yoxsa yox. Əgər soruşsaz ki, belə silikonları almağa dəyər, yoxsa yox, onu deyim ki, bunların böyükləri də olur. Onları qəti sürətdə almayın, pulunuza heyfdir. Mənə o böyük silikondan hədiyyə gəlmişdi. Mən də bir həvəslə keks xəmiri hazırladım ki, qəşəng bir keks bişirək. Çünki mən bundan qabaqki qablarımdan keksi çıxartmaq çətin olurdu və yapışırdı. Bunda keks qətiyyən yapışmadı, rahat çıxdı. Ancaq bir məqam var ki, qab özü silikondur və sobaya qoyanda istər-istəməz silikondur, əyilir və keks də içində əyri bişir. Onu da deyim ki, bərabər temperaturda keksi bişirmədi. Bir tərəfi sulu qaldı, bir tərəfi tez bişdi. Nəsə heç bəyənmədim mən o yekə qabları. Amma bu balacalar haqqında bir söz deyə bilmərəm. Gərək birlikdə nəsə bir keks bişirək ki, görək doğrudan da bişirir, yoxsa yox. Özüm də yoxlamamışam. Rayondan pendir almışam. 1 kiloydu, yoxsa çox alacaqdım. Elə 1 kiloydu, nə qədər var onu almışam. Deməli, o qədər qəşəng pendirdir ki, tostera da qoyursan, Holland pendiri kimi əriyir. Çox duzlu deyil. Belə rayondan aldığım pendirlərə mən duzlu su hazırlamıram. Çünki duzlu su hazırlayanda pendir çox duzlu olur. Ona görə də bunu əslində bir dəfə paylaşmışdım, səhv eləmirəmsə, amma yenə də paylaşım. Belə qoyuram, amma bunlar böyükdür. Qoydum. Gedib dəhşətli dərəcədə bir bıçaq tapmışam, güclə doğradım. Mən bunları belə doğrayıram. Və belə samolyot keçir. Və belə qoyuram ki, götürəndə də rahat götürün və tezdə buzu açılır, onu da verin. Belə. Uşaqlar elə dünəndən inansız, elə çərək kimi ortalıqda yiyəcədi pendiri. Çox olsaydı, çox götürərdim. Və budur xırda buzluq hazırlığımız.
Bu biberlə pomidorun qarışığı birlikdə eləmişik. Bu tomatlarımız, bu da pendirlərimiz. Bunların da hamısını aparım qoyum buzluğa belə.